Siz də fikir vermişsiniz ki, Temu internetdə hər yeri bürüyüb. Ucuz mallar, möhtəşəm kampanyalar, pulsuz çatdırılma, bu sizə nəsə şübhəli gəlmir? Ən əsas sual, burada tələb varmı? Temudakı qiymətlər sizə təəccübləndirir? Qulaqlıq 3-4 manata, krasovka 10 manata. Necə olur ki, onlar bu qədər ucuz sata bilirlər? Bu da sizə 3 cavab. Birincisi, Temu məhsulları vasitəçilərdən yox, birbaşa fabriklərdən alır. İkincisi, onlar ziyanına satış strategiyasından istifadə edirlər. Üçüncü fakt, onlar qazancı böyük həcmdə satışlardan və şəxsi məlumatların əldə olunmasından qazanırlar. Və siz bilirsiniz ki, bunun üçün Temu hər gün milyonlarla dollar pul xərcləyir. Birincisi, Temu bu cür reklamlara böyük pullar xərcləyir ki, onların məhsulları haqqında, onların xidmətləri haqqında hamı bilsin. İkincisi, onlar psixoloji fəndlər, psixoloji manipulyasiyalar strategiyasından istifadə edirlər. Geri sayım başlayır, timer 15 dəqiqə qalır. Üçüncü fakt, onlar virus marketingindən istifadə edirlər. Məsələn, dostuvu, yaxınlığı, hər hansı bir insanı bura gətirir ki, sənə də bonus verilsin. Beləliklə, siz özünüz də bilmədən Temunun müştərisinə çevrilirsiniz. Amma əsas məsələ budur ki, onlar bu məlumatlar nə edirlər, necə istifadə edirlər onlardan?